Şəmkir rayonu İskəndər Aznarov adına Kür qəsəbə tam orta məktəbində Azərbaycanın milli qəhrəmanı İskəndər Aznarovun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Şəmkir rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, məktəbin pedaqoji kollektivi, şagirdlər və milli qəhrəmanın döyüş yoldaşları iştirak ediblər. Çıxış edənlər İskəndər Aznarovun həyat və döyüş yolundan bəhs edərək onun qəhrəmanlığını və vətən qarşısındakı xidmətlərini hörmətlə yad ediblər. Məktəbin bədii kollektivləri tərəfindən təqdim olunan vətənpərvərlik mövzusunda şeirlər, musiqilər və səhnəciklər tədbirə xüsusi rəng qatıb. Qəlbdə vətən sevgisi, gözdə qəzəb düşmənə, addım başı göstərir kin və əsəb düşmənə, acımadan dərs verib gör nə əcəb düşmənə, bir müqəddəs zirvədir, şəhidlər ölməyirlər. Qeyd edilib ki, İskəndər Aznarov 1956-cı ilin avqustun 16-sında Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanədə baş verən hadisələrdən sonra ailəsi ilə birlikdə Azərbaycana köç edərək Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıb. 1992-ci ildən Azərbaycan ordusunda könüllü zabit kimi xidmət edən İskəndər Aznarov Gədəbəy rayonunun Şınıq bölgəsində gedən döyüşlərdə böyük şücaət göstərib. O, Mutludərə, Ərdağı, Ləzgi dağı və digər strateji yüksəkliklərin azad olunmasında xüsusi qəhrəmanlıq nümayiş etdirib. Müharibəni işləndə və Xocalı faciəsindən sonra bu qəhrəman Türk birliyi, Türk qardaşlığını öndə tutaraq və mən də bu artıq ərazidə, bu respublikada yaşadığını nəzərə alaraq və bütün belə deyək, bildiklərini, bütün texnikalardan istifadə etdiklərinin hamısını topçu olaraq döyüş meydanlarında göstərmək üçün ön cəbhələrə yollanıb. Məktəb olaraq, kollektiv olaraq daim onu yad edirik və biz həmişə məktəbdə şagirdlərə bildiririk ki, biz qürur duyuruq ki, doğrudan da qəhrəmanın adını daşıyan bir məktəbdə həm təhsil veririk, həm uşaqlar təhsil alırlar və qəhrəmanın həyat yolunu şagirdlərə həmişə nümunə olaraq göstərdik. Məhz bu səbəbdən də şagirdlərimiz daim vətənpərvər ruhunda yetişir və qəhrəmanın belə deyək, davamçısı olaraq yetişirlər. 1993-cü ilin yazında qəhrəmancasına şəhid olan İskəndər Aznarov ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Onun adı bugün yaşadığı məhəlləyə, küçəyə və məktəbə verilib. Vaxtilə vuruşduğu səngər isə bugün İskəndər qalası adı ilə tanınır.